İzləyicilərimiz, hər birinizi xoş gördük. Bu gün sizə həm qiyməti münasib olan, həm də şəxsi ev axtarırdınız ki, həyətyanı sahəsi geniş, şəxsi ev tam dolu əşyalardan birlikdə. Yəni şəxsi əşyalardan savayı tam dolu əşyalardan birlikdə. Baxın, evin yan tərəfinə, arxasına keçmək olur. Bu hissədə bağ sahəsi saxlanıb. Gördüyünüz kimi torpaq sahəsidir, əkin üçün istifadə edə bilərsiniz. Bu hissəyə rahat şəkildə 5 avtomobil daxil olur. Targov daşlardan üzlənilib. Evimizə giriş hissəsi gördüyünüz kimi 2 eyvanla məxsusdur. Vitraj pəncərələr, evin digər yan tərəfində də keçmək olur. Bütün kommunalları var, sayğacları var, mərkəzi kanalizasiya sistemi və pəncərələrin dəmir barmaqları da alınıb. Sadəcə quraşdırılmayıb. Qoşa daşdan inşa olunub. Baxın, bu cür gözəl evimiz. Yerləşmə yerdə hündür bir ərazidədir, kupçalıdır, dövlət ipotekasına da yararlıdır. Daxil oluq evimizin iç sahəsinin təqdimatına. Belə bir gözəl dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsilə 2-ci mərtəbəyə qalxan beton pilləkən üzüm meşə materialdan işlənilib. 1-ci mərtəbənin döşəməsi ümumilikdə istipoldan təchiz olunub. Yəni bu ev satışda artıq qalmayacaq, çünki qiymət münasibdir. Sol tərəfdə yerləşir qonaq otağı. Bax, geniş qonaq otağı var. Şəxsi təmir, bütün hər bir şey qalacaq, təbii ki, şəxsi əşyalardan başqa. Hər şey qalır, vitraj pəncərə, öz həyətyanı sahəsinə baxır, stol sanlar kimi əşyalar rahat şəkildə yerləşdirilib. Yəni, qonaq otağının kvadratı buradan bəllidir. Keçirik digər hissələrin təqdimatına. Burada yerləşir mətbəx. Belə bir geniş mətbəxi var, dəyərli izləyicilərimiz. Paltarya, mikronovka, soyuducu, yəni tavan hündürlüyündə mətbəx mebeli istipoldan təchiz olunub. Ara difarlarına kimi qoşa difardır. Baxın, yəni şəxsi ev buradan bəllidir. Burada yerləşir sanitar qovşaq. İstilənmə kombi sistemidir. Asma tavan. Pilləkənlər beton pilləkəndir. Kombi bu hissəyə yığılıb istipolun xəttləri ilə birlikdə. Qalxırıq 2-ci mərtəbənin təqdimatına. 2-ci mərtəbədə də bölgü dəhliz vasitəsilə aparılıb. Evdə uzun müddətli yaşayış var. Dəhliz vasitəsilə eyvana çıxış, döşəmə taxta poldur. Burada yerləşir yataq otağından birincisi. Təbii ki, boşdur. Ailə kiçik olduğundan bir otaq boşdur. Burada yerləşir valideyn yataq otağı. Əşyalar rahat şəkildə yerləşdirilib. Özünüz də şahidsiniz. Qiymət açıqlayacağım, hörmətli izləyicilərimiz. Bu qiymətə boş evlər təklif olunur. Amma dolu əşyalarla birlikdə 114.000 manat. 114.000 manat hələm əlaqə saxlayın. Şəxsən bu nömrəydən 051 635 1797 nömrəmizdə əlaqə saxlayın. Gəlin bu evə sahib olun. Boş evlərin qiymətinə təklif olunur. Bugün bilirsiniz ki, boş evləri 110-115 min manata təklif edirlər 4 otaqları. Əşyalardan birlikdə 2 sot torpaq sahəsində, 1.12-də, 1.13-də yox, 2 sot torpaqda Kupçalı dövlət ipotekasına yararlı Abşeron rayonu Masazır qəsəbəsi 6 nömrəli məktəbin yaxınlığında. Əlaqə saxlayın. Bir daha xatırladıram. 051 635 1797 nömrəmizdə. Əlaqə saxlayın. Gəlin evdən daha yaxından tanış olun. Bu evi qaçırmayın. 114.000 ilkin qiymətli. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.